Salam, dəyərli şagirdlər və müəllimlər. Bugün sizlərə mən Günel Kərimli, Cabir Novruzun Mən bizim anaları günəşlə tən tuturam şeirinin məzmun və janr xüsusiyyətlərini izah edəcəm. Deməli, məzmun xüsusiyyətlərinə başlamadan öncə deyə bilərik ki, şeirimizin janr xüsusiyyətlərinə gəlin ilk öncə nəzər salaq. Bildiyimiz kimi, janr xüsusiyyətlərinə nələr aid olacaq? Şeirimiz bənd formasında yazılıbdır. Eyni zamanda birinci və beşinci bənd altılıq, yəni 6 misradan ibarətdir. İkinci, üçüncü və dördüncü bəndimiz isə 8'lik, yəni 8 misradan ibarətdir və bu şəkildə davam edir. Deməli, birinci və beşinci altılıq, 2, 3, 4 isə 8'lik şəklində davam edir. Mövzusu analara verilən dəyərdir. İfadə üsulumuz təbii ki, tərənnümdür. Eyni zamanda vəzn olaraq heca vəznində yazılıbdır. 14 hecadan ibarətdir. Daxili bölgüsü 7+7 şəklindədir. Eyni zamanda qafiyə sisteminə də baxsaq, ilk və son bəndlərdə, məsələn, tuturam A, B, C, B şəklində davam edir. Sonuncu bənd də bu şəkildədir. Digər bəndlərimiz isə 8 olanlar, diqqət eləsəz, məsələn, Ə, daha sonra G və Z olaraq davam edir. Yəni, məsnə formasında bir növ davam edir. Bunu demək istəyirəm. İndi keçək, dostlar, şeirimizin məzmun xüsusiyyətlərinə. Deməli, nə deyir burada Cabir Novruz? Deyir ki, mən bizim anaları günəşlə tən tuturam. Onlara gül çələngi, məhəbbətdən tuturam. Əlvan qövsü güzehdən min cür rəng istəyirəm. Onlara od verirəm ürəyimin odundan, övladların adından, oğulların adından, əyilməz analara əyilmək istəyirəmdir. Deməli, birinci bənddə nə gördük? Nə deyir müəllif? Anaları günəşə bərabər tutdu, günəşlə tən tutdu. İkinci, onlara məhəbbətdən gül çələngi tutdu. Üçüncü, əlvan qövsü güzehdən rəngi istəyib, yəni göy qurşağından rəngi istədi şeirin qəhrəmanı. Analara ürəyinin odundan od verdi. Dördüncü isə övladların, oğulların adından əyilməz analara əyilmək istədiyini söylədi. Daha sonra deyir ki, baxın bu hissələri hisslərə düşür. Məsələn, ən cavan analara neynəmək istəyir qəhrəman deyir. Ən cavan analara söz qoşmaq istəyir, bir. Ömrünü bizə verib qocalan analar deyə onları təsvir eləyir. Bizə laylaları ilə xoş həyat verən deyə onları təsvir eləyir. Bizə talih bəxş edib bizə ad verən deyə təsvir eləyir anaları. Toyumuzu görəndə 100 il gəncləşən dedi onlara. Deməli, birinci söz qoşmaq istədi bu analara. İkinci, sevgi dolu mahnılar oxumaq istədi. Üçüncü, nə qədər ki səsi var oxumaq istədi. Demək ki, testlərə düşə bilər. Anaları necə tərənnüm edir? Ömrünü bizə verib qocalıblar deyir analar. Bizə layla deyiblər, xoş həyat veriblər deyir. Bizə talih bəxş ediblər, bizə ad veriblər deyir. Hətta analar deyir, bizim toyumuzu görəndə 100 il gəncləşirlər və həmin analara söz qoşmaq istədiyini söylədi, ən cavan analara. Bir də nə qədər səsi var, o analar üçün oxumaq istədiyini vurğulayır. Üçüncü bəndimizə baxaq görək nə deyəcəkdir burada bədii qəhrəman, yəni lirik qəhrəman. Oğulları döyüşdən geri dönməyənləri, fəqət ürəklərində ümid sönməyənləri. Demək ki, desək ki, lirik qəhrəman oğulları döyüşdən dönməyən, ürəyin iskilli anaları da yada salır. Bunu doğru götürə bilərik. Deməli, oğulları döyüşdən dönməyən, amma ürəklərində ümid sönməyən, anaların hələ deyir, ürəklərində ümid sönməyib, anam ürəyində ümid sönmür axı. Bir gecədə saçını ağappaq hörənlər,
hörür deyir bu analar. Bir gözü ilə ağlayıb, bir gözü ilə gülürlər deyir. Keçmiş qanlı davadan hər gün söz salanlar, gəlinsiz olanlar, nəvəsiz qalanlar. Bunların deyir hamısını deyir mən övlad məhəbbəti ilə isitmək istəyirəm. Ürəyimin hərarəti ilə deyir isitmək istəyirəm. Demək ki, övladsız qalanlardır, oğulları dönməyibdir, gəlinsiz qalanlardır. Bu analara övlad məhəbbəti vermək istəyirəm deyir. Sonra deyir, mən bizim analara həyat səsi deyirəm. Deməli, analara nə deyir? Həyat səsi. Bir ümman dərinliyi deyir, dağ zirvəsi deyir analara. Sonra onların haqqında deyir ki, bu analar hər əzaba tab gətirirlər, zəhmətə qatlaşırlar, torpaq ilə döyüşdə tuclaşıb fırlatlaşırlar, qabarlı əlləri ilə bizə şöhrət gətirirlər, yəni zəhmət keçdilər, şərəfli ad gətirirlər, hörmət gətirirlər bizə deyir. Mən hansı ki deyir, o əlləri qızıla tutmaq istəyirəm deyir. Onların heykəlini yaratmaq istəyirəm. Dostlar, əzbər lazım deyil, mahiyyəti başa düşmək lazımdır. Deməli, gəlinsiz, oğulsuz olanları övlad məhəbbəti ilə istəmək istəyir. Əlləri, qabarlı əlləri ilə bizə şöhrət gətirən, hörmət gətirən, o anaların əllərini qızıla tutmaq istəyirəm deyir. Onların heykəlini yaratmaq istəyir. Deməli, söz qoşmaq istədi analara, mahnı oxumaq istədi, əllərini qızıla tutmaq istədi və onların heykəlini yaratmaq istədi. Sonra yenə birinci bəndəki kimi günəşlə tən tutdu anaları, onlara məhəbbətdən gül çələngi tutdu, göy qurşağından rəng istəyib ürəyin odundan rəng vermək istədi və sonunda deyir ki, əslimizin adından, nəslimizin adından əyilməz analara əyilməz istədiyini dedi. Sadəcə öz adından deyil, həm əsli, həm də nəsli adından əyilmək istəyirəm, deyir, əyilməz analara. Yəqin ki, sizə aydın oldu. Şeirin dili çox asan idi, çox gözəl başa düşüləndi. Maksimum əzbərləsəz daha gözəl olar, çünki demək olar, misra-misra nəsr çevirib sala bilərlər. Deməlidir, əsər lirik növdə, tərənnüm əsasında yazılıb. Süjetli lirika nümunəsi deyil, çünki burada bir hadisə danışılmır. Analara ehtiramı gördük. Analarının qarşısına əyilmək istədiyini gördük. Lirik qəhrəman da ümumiləşmiş obrazdır burada. Yəni sadəcə Cabir Novruzun dilindən deyil, bütün anasına dəyər verən insanların adından deyilir bu sözlər. Ona görə bütün övladların bir adından danışır. Deməli, əsərdəki ana qüdrətli biri kimi təqdim edilir. Bununla yanaşı onun kədərli məqamları da əks olunubdur. O övladı geri dönməyən anaları yada salır, saçını bir gecədə ağ hörənləri yada salıb deyir. Sonra analara günəş dedi, dağ zirvəsi dedi, həyat səsi dedi. Sonra oğul itirənləri övlad məhəbbəti istəmək istədiyini dedi. Deməli, sonra oğulları dönməyən, saçını bir gecədə ağartan anaları yad eləyibdi. Sonra zəhmətlə bütünləşən, əlləri qabardan tuclaşan analara heykəl qoymaq, onların əllərini qızıla tutmaq istədiyini dedi. Sonra övlad sevinci ilə bağlı sevincli anı yaşayanda 100 il gəncləşən, cavanlaşan analardan da danışdı. Bu qədər dostlar. Deməli, bunun ardınca biz hansı şeirimizin izahını keçəcəyik? Gəlin ona da baxaq. Deməli, bəli, Hikmət Ziyanın Qarabağda şeirinə baxmalıyıq. Əlağa Kürçaylı Vətən və Qaranlıq şeiri, Kərgədan və Qarışqa təmsili və salam. Bunların üçünü də izah eləyək, ondan sonra dərsimizi bitirək. Başlayaq Hikmət Ziyanın Qarabağda şeirinə. Bəli. Deməli dostlar, Hikmət Ziyanın Qarabağda şeiri ilk öncə janr xüsusiyyətlərinə yenə də baxaq. Deməli, bildiyiniz kimi şeir hansı formada yazılıbdır? Bəndlər formasında yazılıbdır və eyni zamanda bu bəndlərdə
Baxsaq qafiyə quruluşuna, sərbətidir, varıdır A, gülzarıdır A, dağlarıdır A, B, B. Bəli, A, 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 B, B şəklində qafiyələnibdir. Və burada min ilin yorğunu da dincələr Qarabağda hər demək olar ki, bəndin son misrasında diqqət eləsəniz səslənir. Demək ki, burada Qarabağda sözü dincələr, gecələr, gənc edər, dincələr, eyni qafiyədən sonra təkrar olduğu üçün biz Qarabağda sözünü rədif olaraq da götürəcəyik dostlar. Vəzn olaraq da heca vəznindədir. Mövzu olaraq da vətənpərvərlik mövzusunda yazılmışdı dostlar. Gəlin indi bir-bir baxaq məzmun xüsusiyyətlərində görək bizə nə deyəcəkdir. Qarabağ təbiətin sərvətidir, varıdır. Deməli, Qarabağ haqqında nə dedi? Qarabağın təbiətin sərvəti və varı olduğunu söylədi. Və yaxud da təbiətin sərvəti Qarabağdır fikirləri var burada deyilsə, bunu doğru götürəcəyik. İkincisi, Qarabağa dedi ki, Azərbaycan yurdunun solmayan gülzarıdır. Qarabağ haqqında Azərbaycan yurdunun solmayan gülzarı, yəni gül bağçasıdır. Solmur hansı ki orada deyir çiçəklər. Hüsnü yaşıl bağları, vüqarı dağlarıdır. Onun hüsnü deyir, onun yaşıl bağlarıdır, vüqarı əzəməti isə o dağlarıdır deyir. Başqa ətirlə açır hətta deyir gönçələr Qarabağda, min ilin yorğunu da dincələr deyir Qarabağda. Dağlarının başında Şuşa zümrüd tacıdır. Deməli, dağlarının başındakı Şuşanı zümrüd tacına bənzətdi. Bərdə, Ağdam, Füzuli onun bir qardaş bacılarıdır. Qəlbin bu xoş yerlərində həmişə möhtacıdır. Hər daşını görənlər Qarabağda dirçəlir, yenə min ilin yorğununda dincəlir Qarabağda deyir. Sonra köksündə hər qayası tarixləşib tunc olan. Demək istəyir ki, hər qayası onun deyir üzərində, köksündə deyir tarixləşibdir. Hətta deyir yerdən göyə ucalan yenilməz abidəmdir deyir Qarabağ. Yaşı yüzü ötsə də burada deyir qocalan yoxdur. İnsan ömrü çətin ki Qarabağda deyir köç eləyər, min ilin yorğunu da dincələr Qarabağda. Bir neçə səslər yetirib bu yerlərin havası. Bilirsiniz də Qarabağın insanlarının çox gözəl səslər olub. İndi də məşhur xanəndələrimizin, gözəl səsli xanəndələrimizin demək olar ki, əksəriyyəti Qarabağ bölgəsindəndir. Deməli, burada da yenə deyir ki, burada deyir, neçə səslər yetirib deyir bu yerlərin havası, onları dinləməkdən deyir doymursan, qulaqdan deyir o xoş musiqi səsi getmir, sanki bülbül tək ötür deyir, sərçələr də deyir Qarabağda, min ilin yorğunu da dincələr deyir Qarabağda. Daha sonra burada hər kəs qonağa hörmətini deyir bol eləyir. Deməli, buralar Qarabağ cəmaatının vətənpərvərliyindən də danışır. Şirin sözü, ləhcəsi ürəklərə yol eləyir deyir. Dünya gözəllərini qaməti ilə lal eləyir deyir. Beli üzükdən keçən incələr Qarabağda. Yəni, burada bir insanın beli üzükdən keçməyi də burada məcazi mənada işlədir və həddən artıq deməli, şişirtmədən istifadə eləyir və min ilin yorğunu da incələr Qarabağda deyir. Bu yerdə Vaqifimin müqəddəs türbəsi var deyir. Natəvanın, Zakirin pozulmayan izi var. Demək ki, hörmətli qonaqpərvər olduğunu dedi, gözəl səsli insanların olduğunu dedi, Vaqifin müqəddəs türbəsinin olduğunu dedi, Natəvanın, Zakirin adını çəkdi, onların pozulmaz izi var, Üzeyrin nəfəsi var, bülbülümün səsi var deyir, Cabbar, Xan, Rəşid, Səid, Zülfü, Zəngöləsi var, yetişibdir gör necə incilər Qarabağda, min ilin yorğunu da incələr Qarabağda. Desək ki, Azərbaycanın yəni Qarabağlı sənətkarların adını çəkir, onu da doğru götürürsünüz. Daha sonra ulu babalarımın min illik oylağı. Doğmalardan doğmadır hər ananın aranı, yaylağı. Saflıq çeşmələridir, turş su, İsa bulağı. Havası qocanı da gənc edər Qarabağda. Min ilin yorğunu da dincələr Qarabağda. Deməli, burada Qarabağın təbii sərvətləri, turş su, İsa bulağının adını çəkildi. Havası deyir, çox gözəldir, qocaları da cavan eyləyər. Onların deyir, aranı yaylağı da deyir, doğmalardan doğmadır. Sonra saflıq çeşməsi dedi, turş su yenən İsa bulağına.
Sonra gözlərinə ağ gələr bu yerdəndir pay umanın. Yolunda qurban verər hər bir övladı deyir canını. Döyünən ürəyidir deyir doğma Azərbaycanın deyir Qarabağ. Deməli Qarabağa Azərbaycanın döyünən ürəyi dedi. Gündüzlər Qarabağda, gecələr Qarabağda, min ilin yorğunu da deyir dincələr Qarabağda. Belə dostlar, indi keçək digər Qaranquş şeirinə. Aha. Deməli dostlar, Əliağa Kürçaylının Qaranquş şeirində gördüyünüz kimi şeir bəndlər formasında verilibdir. Eyni zamanda təbii ki, növ olaraq lirik növdədir, dördlük şəklindədir. Yəni 4 misradan ibarətdir hər bəndi. Heca vəznindədir. Misralardakı hecaların sayı 7 hecadır. Qafiyə quruluşu, baxın, A, B, C, B. Yağışı A, hiddətlə yenə B, çaxıyır C, dəhşətlə yenə B. Yenə digərləri isə yenə A, B, C, B. Bəziləri isə D, E, G, E şəklində qafiyələnir. Demək olar ki, eynən bu formatda. Gələk indi məzmun xüsusiyyətlərinə baxaq görək bizə nə deyir. Ümumiyyətlə, Qaranquş şeiri bir növ bənzəyir Mikail Müşfiqin Yağış Yağarkən şeirinə. Lakin eyni də deyil, xüsusiyyətləri də fərqlidir. Sadəcə oxşar və fərqli cəhətləri var. Diqqət eləsək, burada da yağışdan danışır, yaz yağışının yağdığını deyir. Görürəm, yaz yağışı yağır hiddətlə yenə. Yəni, burada güclü leysan yağır deyir, lakin deyir, güclü leysan olsa da, indi görəcəksiniz, balaları analar dimdiyində balalar üçün ana yem aparır. Buradakı ana quş obrazını fədakar olaraq veribdir. İndi baxaq görək nədən danışacaq. Görürəm, yaz yağışı yağır hiddətlə yenə. İldırımlar şaxıyır göydə dəhşətlə yenə. Deməli, yaz yağışı yağır, ildırım çaxır, hiddətlə yağış yağır. Bu anda deyir, mən də deyir, lirik qəhrəman deyir ki, mən də deyir, söykənib pəncəriyə, baxıram hər yana deyir. Yenə yollar kəsilib, nə gələn var, nə gedən. Göydə karvan çəkərək sıx buludlar dolanır. Hərə bir yer taparaq sığınıb daldalanır. Belə Neysanda fəqət bir qaranquş görürəm. Yağış altında onun qanad açmış görürəm. Bədənindən su damır. İslanıbdır o tamam. Düzü heyran kəsilir ona baxdıqca adam. Nə əsən külək onu deyir saxlayıb, nə yağan yağışa deyir fikir verir. O zərif quşcuğazı deyir bircə an deyir nə yağış, nə külək saxlamayıb. Elə bil ki, deyir, bu saat qış da gəlsə, qar da yağsa, o yenə də dayanmaz, sürətlə uçar. Onu belə görür quşu. Alaraq deyir dimdiyinə, quşcuğaz yem aparır. Bax, bunun üçün havanı ildırım tək oyarır. Çünki yemi balalar üçün aparır. Fədakarlığını göstərir burada qaranquşun. İndi yəqin yolunu gözləyir ağ balalar. Dözmüyor qəlbi onun, körpələr, ac qalalar. Baxıram, yaz yağışı yağır hiddətlə yenə. O qaranquşsa uçur göydə sürətlə yenə. Sadəcə burada yağışın yağması, ildırımın çaxması demək olar yağış yağarkəndən ortaqdır. Amma burada təbii ki, ondan fərqli olaraq diqqət eləsək, deməli, müəllif özü də əsərdə iştirak edir. Evdən küçəni, yağışı, qaranquşu izləyir və qaranquş bütün nümunələrə sinə gərdiyini görür. Analıq duyğusunun qorxunu uzaq etməsindən bəhs olunur. Məsələn, yağış yağarkən də təbiət təsviri çoxdur. Amma burada təbiət təsviri azdır, amma az da olsa yer verilibdir. Və burada deməli təsvir var. Yəni quşun övladına yem aparmağı və qaranquşu fədakar ana kimi burada təsvir eləyir və ana bala ucundan canını oda yaxar, ananın canı övladda olar kimi atalar sözlərinin deyir ideyası bununla səsləşir dostlar. İndi gələk kərgədan və qarışqa təmsilimizə.
Bu təmsil də demək olar ki, tənbəlliyi tənqid edir, çalışqanlığı deməli təbliğ eləyir bizə. Deyir ki, uzunu ilə eni bir, başı ilə bədəni bir. Kərgədan tutulmuşdu tənbəllik yazarına. Kərgədan bir sözdə böyük iki heyvandır. Deməli, uzunu ilə eni birdir, başı ilə bədəni birdir, kəpər bir deyir kərgədan, tənbəllik azarına tutulubdur. Süslük, məslik hopmuşdu deyir onun ömrünə, güzaranına. Boş bikar əsnəməkdən ağzı çuvala deyir dönmüşdü. Günün 5-də 4-ünü yeyib yatırdı azı. Yerdə qalan vaxtını ya göldə keçirirdi, çimib çıxır meşədə, ya çöldə keçirirdi. Daş üstünə bircə daş qoymaqla işi yox idi. Onu piy dağarına döndərdi bu vərdişi. Apardığı arpanı deməli ki, piy dağarına dönür tənbəllikdən. İndi qarışqadan danışacaq. Deyir ki, apardığı arpanı yolda qoyub bir yana, yol bap balaca qarışqa bir gün söylədi ona. Səndə bu boy buxun var, fil işi görmək olar. Bizim meşə elində niyə əlin belində dolaşırsan afərsiz, deyir ona. Hamı səndən xəbərsiz, sən hamıdan xəbərsiz. Kimdir doyduran səni, səndə olan gödəni? Nə? Bağırdı kərgədan. Təhqir edirsən yəni? Həmən qarışqanın üzərinə ayağını basır. Beləcə əzərəm səni deyir. Yox, qarışqa ölmədi. Girdi torpağın altda. Lağım atıb yenə də üzə çıxdı bir anda. Tənbəlin zərbəsi də əsər etmədi ona. Götürüb arpasını düzəldi öz yoluna. Kərgədan gördü, nəhəng özü yox, qarışqadır. Çox da güclü görünür. Çox da nöqtə boydadır. Çox da güclə görünür. Çox da nöqtə boydadır deyir. Demək ki, qarışqa deyir, məndən də güclüdür. O həm zəhməti sevir, həm də cəsarəti sevir. Nəhəng deyir, odur. Kərgədan adi cırtdandan cırtdan. Deməli, yazılıbdır təmsil janrında, epik növdə, süjetli əsərdir, çünki hadisə danışılır və həyat hadisələri təhkiyə üsulu ilə dostlar verilibdir. Burada tənbəllik, işgüzarlıq qarşı-qarşıya qoyulur. Tənbəlliyi əyani şəkildə göstərir və tənqid edir kərgədan simasında. Qarışqa obrazın simasında da işgüzarlığı, çalışqanlığı göstərir bizə. Deməli, bir də bu əsər bizə zəhmətin üstün gəlmədiyi heç bir şey yoxdur fikrinin ideyası ilə səsləşir. Yəni və kərgədanın simasında əsərin ideyası əyaniləşir. Deməli, belə. Deməli, baxaq görək başqa nə qaldı. Bu qədər dostlar. Gələn dərslərimizdə görüşənə qədər hələlik.